İlk öncə hər kəsin Qurban Bayramını təbrik edirəm. Bugün sizə quzu şirniyyatının hazırlanma qaydasını başa salacağam. Bizə lazım olacaq 2 ədəd yumurta, 1 stəkan şəkər tozu, 100 qram əridilmiş kərə yağı, 1 stəkan qatıq, 2 stəkan un və 1 paket vanil, 1 paket qabartma. Stolun üzərində olan torta fikir verməyin, çünki tortumuzu müştəri hələ ki gəlib aparmayıb. Xaladelnikə yerləşmədiyindən ora qoydum. Kondisioneri də üzərinə vurmuşam ki, sərin yerdə qalsın, kremimiz əriməsin. Belə 2 ədəd yumurtamız, 1 stəkan şəkər tozumuz, mikser qabına alırıq və mikserlə çalırıq. Ağarana qədər çalınmalıdır. İçərisində şəkər tozu qalmamalıdır. Təmiz əriyəndən sonra üzərinə 1 stəkan qatıq, bir də kərə yağımızı əlavə edirik. Kərə yağın südü çıxarılmasın, yəni qaynadılmasın. Əriməyi bəs eləyir. Mikrovalnovkada isidib tökə bilərsiniz. Azca qarışdırırıq, çox qarışdırmağa ehtiyac yoxdur. Baxın, bu vəziyyətə gələnə qədər qarışdırırıq. Sonra üzərinə 2 stəkan unumuz və 1 paket qabartma, 1 paket vanil, az-az ələkdən keçirib bunu az-az əlavə eləmək lazımdır. Bu prosesi siz mikserlə də eləyə bilərsiniz. Yəni unu mikserlə də qarışdıra bilərsiniz. Mən belə öyrəşmişəm deyə belə rahatdır mənə, belə eləyirəm, amma necə məsləhətdir, elə də eləyin. Yəni necə rahatdır sizə, elə də eləyə bilərsiniz. Hər ikisi eyni effekti alır onsuz da. Yaxşıca qarışdırmaq əsas odur, yaxşı qarışdırılsın ki, içərisində topak-topak qalmasın. Baxın, bu vəziyyətdə olmalıdır. Mən içərisinə bir ovuc da damla şokolad əlavə elədim. Amma siz istəsəz kişmiş və yaxud damla şokolad əlavə eləyə bilərsiniz. Və yaxud da sadə ya portağal qabığı, necə ağız dadına uyğun olaraq. Deməli, qablarımızı əvvəlcədən isitmişik. Sonra duru yağla bu prosesi biraz cəld eləmək lazımdır ki, belə deyim, qəlbimiz soyumasın. Fikir verin, orada necə istidir. Xəmiri içərisinə tökəndə kənarlarına fikir verin, köpüklənir. Deməli, çox qaynar olduğundan da o. Nə qədər qaynar oldu, o qədər yaxşı alınır, yapışıb qalmır içərisinə. Qulaq hissələrinə qızlar çöp yerləşdirin. Gördünüz, mən orta hissəsindən elə qoydum ki, hər iki qulağına qədər getdi. Sonra ağzını bağlayırıq. Bəzi səhifələrdə baxıram kənarlarından bağlayırlar, ehtiyac yoxdur, onsuz da qab ağırdır. Belə 15-20 dəqiqə bişir, 200-250 dərəcədə 15-20 dəqiqə qaldı, sonra çevirirsiniz. Çevirəndən sonra bir 15-20 dəqiqədə gözləyirsiniz, baxırsınız, yaxşıdırsa, qızarıbsa çıxardırsınız. Bir də bir söz deyim, qızlar, bu şəkildə soyudun. Çalışın, çıxardıb dik şəkildə qoymayın. Hələ ki, tam soyumayıb deyə mən qəlibdən çıxartmadım. Bir də isti-isti ağzını kəsmək lazımdır ki, səbət falan istifadə eləyəndə və yaxud elə süfrələrə qoyanda ağzına hərdən ot qoyurlar. Ona görə kəsəndə, soyuq şəkildə kəsəndə qırılır. İsti şəkildə kəsməyiniz daha məsləhətlidir. Kənarlarından çıxan artıqları da əlimizlə götürürük və yaxud bıçaqla götürün. Bax, belə. Hazırlayan hər kəsə nuş olsun. Bir daha bayramınız mübarək olsun. Xoşunuza gəldisə, hazırlayın siz də. Səhifəmizə abunə olun. Çox sağ olun.